O 2 nəfərin biri apardılar, öldürdülər. Bu apardılar, and olsunlar xəstəxanaya, şəhər tügünçədən meydi gətirdilər. Mən Saatçılarının Qaradağ kəndi Qasımov Davud Talıboğlu. Elə baxınca mən getmişəm əskərə yay aylarında. Gelmişik, buradan biz aparıblar əskərliyə, bu Gəncədə olmuş. 111'də, 111 çatında. Sonra orada qalmışıq, sonra oradan hardasa bir 2 ay, 3 aydan bir saydı. Təxmini bilmirəm. Oradan bizi götürdülər, apardılar, Göranboy şey vardı, çat vardı. Göranboy çatına. Yoğunluğu rayonunda. Ha, rayonda elə bir çat vardı. Deniz qırağında çay gedir, çay soyuydu, şey soyuydu. Orada sonra, biri oradan sonra, oradan götürdülər, gətirdilər vertolyotla. Mindirdilər vertolyotlara. Bir başa, oradan vertolyotla bizi apardılar nə deyir, döyüş sonaları. Hansı bölgeye? Rəssin ərazilərdi, o bölgə. Onda da müharibən qızğın vaxtıydı. Deməli, bizi oradan elə bir gətirdi, bir yerdə tökdülər. Sonra bizi oradan tökəndən sonra tam vertolyot getdi. Ondan sonra oradan bizi yığdılar, urarlar yoxdur, qadaltılmış onlara. O şimdi bizi oradan neçə dənə çatda elədilər, bizi başqa çatlara götürmədilər. Sonra bir 5-6 çat. O şimdi gəldi elə bir şey çatıydı, 111-ci çatıydı bizim çatımız. Gəldi orada, o şimdi bizi əvvəldən köhnə döyüşlər olanların, onların çatına bizi yerləşdirilər. Ondan sonra orada yerləşdikdən sonra hardasa bir ildən yuxarı keçdi elə. Atışma gedirdi. Böyle Sümeyye'de şeyle kalırdı. Sümeyye'de dağın başında akoplar. Akoptu bir bilenci kaldırır. Bir de 2 saat şeyde Sümeyye'den değiştirir de kalırdı. Güzel. Öyle oldu. Ondan sonra xeyla 2 gündən sonra gecə atışma başladı. Atışma başladı. Bizden de yukarı köhnələrdən döyüşənlər var. Yukarı pillədə, dağın. Ondan sonra o döyüş başlayandan sonra döyüş nətər başladı? Elə bir qəhrdən də elə bir. Atışma başladı, atışma başlayandan sonra düz təyyarə kimi atışma getdi. Düz tabaq açılandan kimi ve ondan sonra atışma dayandı. Atışma dayanandan sonra her şey sakitləşdi. Şimdi yaralanan da oldu, şey oldu, 5-6 çatda elə bir bizim yukarıda da çat var, aşağıda da çatlar var. Helen şeyler var da bu olan şey çatları. Öyle oldu. Ahırın zəhə elə bir üstüne şey keçmişdi, bir boy düştü. Boy düşenden sonra atışma nətər başlarsa bir anda gördük ki hiç kim yoktu. Nətər qırılan, tamam. Bir onda beter şey yoktu da. Onda beter yoktu bu şeyler, onunla. Neyse onda sözüm yok. O şimdi başıma başladı, kaçan kaçtı, kırılan kırıldı. Muharebe şey dayandı. Dövüş dayandı. Dövüş dayandı. Deməli dağın da aşağısı meşəliydi. Meşəliydi. Deməli məndən də başqa 3-4 tane uşaq vardı. Hatta bir 12-13 nəfərdi. Qalanı yoktu. Da kırılan kırılır, kaçan kaçıyor. Her evlerin, ben de saldatam. Ben o vakit saldat, askerlere gidip saldat getirdim. Öyle oldu. Oradan düştük o şeyden, ne diyeyim, meşaliğe. Neçə nəfər? 15 nefer. Düştük meşaliğe, aklamak elimizde. Anda şeyimiz azdı, patronumuz azdı. Öyle oldu ki oradan geldik. Gece, hatta 4 gün, 5 gün gece gündüz yol gittik. Meşalede harda yatırdık, kalırdık, yedirdik. Qidalar idi o üzərinizdə qidalanmaq üçün, yoxsa qida da yox idi? Gida yok, hepsine yoktu. Ne var ki orada?
Bir de ağaçlar olurdu, başını değil mi? Meyvede tapırdı şeylerden, onu bir tane dizalanırdı. Tabii bildiğinizden bilmirsiniz. Bilmiyor. Saldat yok, hiç aran tanımıyor. Aran tanımıyorum. Geldim, ele oldu ki, sabah boyu açılır, seyre yakındı. Çıktım içeriden, demeli, hardasa bir üç yolda. Demeli, biri çaydı, çayın şakasıyla gelir. Yol. Biri yukarı kalkar. Neyse fikirleşti. 15 nefer uçak saldat, kendi arak, uçağın direkt bu yoluna gidiyor. Anda gördük ki evler var. Evler. Ha, evler var. Dedik abi yani bu bizimkilerden olar, o vakti şeylerden de akşam o vakti yere gittik. Gördük öyle, yakınlaşmıştık artık bir 50 metre. 50 metre bir kalmıştık. Böyle bir tane evdi, hiç tüsülüyor. Hiç. Dedik ne yaptı o bizimkilerde. O kar da buradandı. O padoşlu sapıklar yoktu, onlarla. Fikirləşdik ki, gedim ayağa. Uşaqlara dedim ki, birdən gətirildi. Elə bir Allah təala bizə nəsə candı ki, dedim gəlin avtomata əlimizə almayaq, turlayaq. Niye? Korka bilenler içeride. Yoksa nece? Dedim ki, ola bilər bir iki olmaz, elman olar, bizi tutarlar, təhsil verməyə də onlara avtomata. Söz sırağı. Nəyəcə elə oldu ki, turladım bu qarın içine. Turladı, gəmi 3 tane de patronumuz var. Evet. Bir 50 metre kalmışlık. Bir deməli yol kalkır beləncə yukarıya. Evler de yukarıdadır. Biraz yolmuş onu gördük, bir nefer çıktı. Evler. Evden, hemen o evden. Bir nefer çıktı. Dedi ki eller yukarı. Azerbaycan dilinden. Dedi vay yolla bize adamı saldat ol. Ben göçmüşüm, bir yola azmışım. Teseler tapa bilmiyorum. Türkiye'de bir yere çıkan. Gelirse demirem elimizi kalırdı. Bir önümüzü korkuttu, bir önümüzü. Çıktı yukarı. Çıkan kimi o ya bir de dağın tepesinden çöküldüler. Yani çökülen kimi satan kim bizi o kadar vurdular, dövdüler. Değirmedi önce bunlar evliyor. Bunlar Azerbaycan dilinde Azerbaycan dilinde, Anlatlar. Azerbaycan dilinde testi bilirler. Ne tez bilirler, benden de yaptı danışırlar. Neyse bir düğünden sonra deməli bizi getirdiler, evler. Öyle bir özlerine yemekhana düzelttiler orada. Bizi getirip 30 lirdılar. 30 liradan sonra getirdiler bize bu ne etidir, bilmiyorum olacak yani. Getirip bize yemek boğazına geçer orada. Bizim çabalamış elmiyor. Ona da kulağı kesilirler de Ermeniler. Neyse el oldu ki geldi bizi hemen o şeyde 10 gün sakladılar. Hemen o göğüs çatında, o göğüs donatında, o Dövüşlü olsaydı. göğüs donatıdır. Evlerdi, alınan torpaklardır. Nasıl herhalde? İşgala olmuş herhalde evlerdi hamısı. Qırağında demək atlattı. Atlattı qırağın önündə çay gedir. Oradan da kötüş körpü var. He. Neyse bu 10 gün bizi burada sakladılar. Mesela orada gelirdi mesela eləsi. Mesela orada gelirdi baba. Burnumu orada sındırdı. Nece oldu o da? Deməli elimi iman idi. Elimi belə gördüm. Elimi belə yurduğum yerde dalda nətər vurdular avtomatın bundağıyla. Burnum getdilərdi metrakın şeyine, divarına. Buradan sındı o buranla. Elə ondan da qaldı. Sonra elə oldu ki buradan da qan dəmir. Bunların balaca afisyerler vardı. Afisiyer geldi. Azerbaycan dilində də nətər danışırlar ta. Rusça danışmıyor, Rusça bilmiyor, akmıyor. He. Gördüm ben yüzüm başım şey kaldı. Dedi ki çay kim vardı? Dedim ki böyle bir. Ulan kesme. Burada saldak. O saldak köyü. 50 neçə yaşı var. Bayağı bekliyor, laf orada. Saldak ne gelir orada? Neyse bu benden soruştum. Bu getdiyi uşaqların ikisine vardılar.
İkisini apardılar, dedim var, bu uşaqlar Arap aldılar. Dedim yanında harcam, ya öldürmeye apardılar. Ve arada bir yarım saat geçti, bir saat çekmedi. Onu da görmüş halklar, o müddet dövüblər. Neyse, müddet dövdükdən sonra o bu uşaqlar apardılar. Hem o uşaqları. Aparıp orada dövüp getirdiler. Neyse orada 10 günde bize onlar bir zulüm verdi. Bir zulüm. Anadan emdi, süt burumuzdan geldi. Sizin belə deyək ki, döyüş yoldaşlarınız da sizdən idi də. Ha, biz Onlara öyle. nə işgəncələr var? Sizin boynunuzu qırdılar. Onlarda hansı işgəncələr tətbiq olundu üzərinə? Onların olsun, mesela belki de birinin belki kolu şeydi, şkas kimiydi. Ama o kadar dövüldü, avtomatla, dubulkıyla. Onu, belki de onun birinin artık birine şeyle ne değil, bir şey basmışlar, ne de bir şey kızdırıp, ama birinin orta kaç kime, yandırmışlar. Ama eğlence işkenceler olur, hamısı olur bu. Ondan sonra orada bizi, deməli gecəsiydi, gecəsi. Oradan bizi bir başa oradan götürdülər gecəni. Ural'la. Üç, asfalttan da traksa, asfaltda. Kırıtaba yoldu. Asfaltla. Ta gidiyor, ta bilmiyor hara gidiyor. O şimdi götü götürür, sabah açıldı. Yox gedirsiz. Evet, sabah açıldı, önce sabah açıldı. Bir onu gördü ki maşın dayandı. Dayandı. Dayandan sonra maşın dayandı. 2 dəqiqə, 3 dəqiqə dayandan sonra maşın da verdi. Maşın da veren kimi düşürdü, durup yine dayandı. Arkada da 4-5 nəfər də avtomatlı bunlardı. Uçun maşının dalı açıldı. Açılan kimi bizi düşürdülər. Düşürdülər, gördü binadır. Muayene sas. Geçer, dedim yere bana. O gün biri getirdiler. Evvel otaqlar idi. Otaq ayrı-ayrı bizi saldılar. Otaqlara, orada. Sonra biri danıştırdılar. Sonra bir mayor idi. Dedi ki, ne ser gelmişsiniz, ne ser olur, bizim şimdi saldırdınız, gelmişsiniz, dövüşmüşsünüz. Yüzümüzde de sakal görürler, dediler. Dedi yok siz bayağı bekliyorsunuz, nesiniz, şimdi orada saldırdınız, bayağı bekliyorsunuz, görüyor birini. O şimdi bura danıştırdı. O şimdi biz uşaqlar, hem 15 nəfərimizi danıştırdılar. Ondan sonra o danıştırandan sonra üstten hardasa bir 10 gün, 15 gün çəkdi belə. Sonra orada başka bir 2 nəfər geldi. Kalostuklu elinde şey, çamadanlı. Deməli biri geldi, bir. Uçum harda olursunuz, hansı rayonda olursunuz, hansı kətdə yaşayırsınız. Uçum bizden aldı, 106 yazdı. Ben yazamaydım, tabii dilimden yaza bilmiyorum. O yazdılar ve gol çektirdiler. Gol çekti, uçum hamıdan. Uçum buraya çıktı gittiler. Ne kadar tutturdu oraya getirir. Yani orada çok tamam yoktu. Çadırlardı çölde. Yer kaldırırlardı, taş taşıtırlardı. Ne bileyim turba attırırlardı, bütün bastırırlardı. Orada öyle bir papır çekmede hikmet alıyordu, imkan vermiyorlar. Oturan kimi avtomatın budağına vurdu tepe, buraya var. O şimdi eğlence var, eğlencesiz ölümler. Yəni bir də burada nə qədər Azərbaycan əsir saxlanılır? Yəni siz orada olduğunuz müddətdə şahidələriniz əsasən nə deyil? Yok, biz birinci tüfek edin, ona başka esir yoktu. 15 nəfər Her bir tane birinci. Başka o şeyde, hemen şeyde, ne değil, esir yoktu. Ondan sonradan ne kadar esir tutulduğu bir tuturlardı. Onda getirirler hamsın oraya. Hemen orada da öyle oldu ki, bir bina vardı. Binanı öyle bir şeyleri söktü, özümüz söktü de. O bize söktü de öyle bir geçe bir kazanma. Hemen o Yerevan'da. Öyle bir geçe bir kazanma ki esirli gelenleri oraya yerleştirirler. Sonra orada ne derdim, eleti vardı, ne derdim. Öz ayağına gelip çıkmıştı oraya. Öz ayağına ne?
Azərbaycanlılar. Azərbaycanlı gedib öz ayağına. Əsir belə deyək də azıb gedib çıxır. Azıb gedib də buradan azıb gedib. Nəyəsə gedib, nə tərəfə? Deməli bunları şeydə tutublar. Bu Akçabat'da nədir bu şeydə, Yerevanda. Orada tutublar. Deməli bunu tutublar. Bunları o qədər döymüşlər. O qədər Mülki göz hərbidirlər o həmişəslər. hərbidir. Hərbi adam diyor. Akıradaki adamdır. Salda şey dövdü. Deməli bunları o qədər döyüblər tutanda. Göz, baş. And olsun Allah. Deməli bunları gətirdilər ora. Həmin o 2 nəfər getmişlər. Onun biri. Hatta olardı bir 40'dan yakın, 40'dan yukarı yaşıyor. O bir dəfə deməli köyə gedib yeyirdi. Mesela elə simen olurdu. Yemək olmuyordu. Suxarı yoktu bu. Ne diyeyim, Patkada belə yaşıydı orada. Onunla. Mesela onunla verirlerdi. İstadırdı suyla yiyordu. Mecburdu. Ne vardı? Onun eletimizdeydi ki. Deməli bu həmin o dediğim oğlan. O bir ayda orada kaldı. Bir ay. O bir ayda birine kəlmə heç nə danışmadı. Həmin o Rasim Akta oğlan idi. Niyə danışmır? Danışmadı. O kadar dövmüşler o. Böyle baş hamısı qaralmışdı. Kravatı vardı. Çörək yiyirdi. Gelirdi uzanırdı ora. O bir ay ərzində bir kəlmə birdən danışmadı. Bir aydan sonra o dəyişdilər. Azərbaycan tərəfində Azərbaycan tərəfindən o dəyişdilər. Sonra bu həmin bu dediğim də ona bu bir də tutan var ha. Deməli bu da gedirdi, mahirdi. Gelip dururdu kapı. O kadar dövmüşler. Başı şey olmuşdu. Neter diyeyim. Biri deli kimi. O çıkardı burada düğürlerdi geri dururdu orada. Düğürlerdi geri dururdu orada. O kadar düğürlerdi. Yani bir de düğür, bir de indirdilerdi. Elesi vardı orada. Adamı ölürdü. Elinde lomla gelirdi. Onu da içeri bırakmıyorlar daha o. O hara bırakmıyor. Neden? O bırakarlar. O bırakarlar ki o müteş kılat eder adam. Orada mesela diyeyim. Bizim her saniye değgül orada bizim bölümüydü. Bu dediğim uşaqlar var. 8 nəfər öldü Azərbaycanlı. ora qaydacı O səbəki hərbi hissələ saxlanmışsın. Düzdür? Həvani satsa. Vayl əsasda. Bəs Vayl əsasda bu daha nələr? Orada ümumiyyətlə Azərbaycanlı əsirlərdən ölən oldu mu? Dünyasını dəyişən oldu mu? Yəni orada kifayət qədər ağır işgəncələr verildiyi məkanlardan biri oldu. Orada dünyasını dəyişən Azərbaycan əsirlər oldu. Sizin oldu. Bir necə nə hədinə o elə bil onları həmin dediğim uşaqları, həmin adamlar o 2 nəfərin biri apardan öldürdülər. Adı nə? Elə bir də deyirlər adını bilmədim, yalan deyərəm. O yadlar şimdi qalmayıb. Çox o qradasiya formada həmin o olan var ha. Onu bilmiyorum, o qədər yaddaşım qalmayıb. Rasim adlı oğlanı dəyişdilər. Həmin Rasim Aklı oğlan həmin qradasiya formada gəlmişdi, o çıxmışlar. Oydu, bir aydan sonra o dəyişdilər. Onun Hani onun obisi tanımayan var da. O öyle oldu ki, bana dediler ki gel sefere hastahaneye. Hemen gidelim. O yaşlı çok, zaten 50'de parça yaşı olardı. Bu apardı hastaneye 2 gün çekmedi. Gördüler ki bunu getirdiler. Müyezi getirdiler. xəstəxanada öldürüblər. Öldürdüler. Evet. Deməli oyunu bir özümüz bastırdık. Özümüz. Deməli o belə yarmışdılar. İçi yok idi. Buyurun. Onu deməli biz özümüz yuduq. Orada bir tüvağa demir tabut vardı. Ona koyduk. Apardık orada orada binanın arkasında. Bu defa gösterdi ki bu bura basıyor. Burayı kazdık. Orada da torpaq yumuşadı ki taş. Külünle vururdu. O orada basıyordu. Dedi adamı çıkanda verer gözlerine. Sonra deməli Qırmızı Aypara Cəmiyyəti İlham adlı oğlan vardı. İlham adlı Bakıda olub. Bakının benim hansı kəndiydi, rayonundaydı. Məştəqal kəndiydi, bilmirəm. Deməli o buradan məlumat vermişlər ki, bu adam yoxdur öz adamlarından. Kağız şəklini də vermişlərmiş ki, bu adamı axtarın tapında. Deməli bu əsirlər tutanda ermənilər. Aparırlar bunu evdə saxlayıblar. Mehmana. Bakının Məştəqalı Bakıda olurdu. Məştəqalların oradan şeyində olurdu. Deməli bu Qırmızı Aypara Cəmiyyəti oradan tapıb getmişlər. Bizim yanımıza getmişlər onu. Mehmana. Deməli bunu o qədər qaranlıq yerdə saxlamışlar. Deməli saç bura tökülmüş, saçı. Sən qurumuşdu, arıq. Gözləri
görmüyordu. Konkret. Gözleri kör olmuştu. Padvalda o kadar saklayabilirse karanlık yerine. Deməli, bunu gətirdik. 5-6 gün artıq xeyla. Onu orada da verirlər də, arada simen olanda, yaxşı simen olanda yemək, çörək verirlər, o yağ peynir şeyindən. Bu gətirirdik, şimdi çay eləyirdik, man yedirdik ki, bu özünə gəlsin. Sonra bu xeyla özünə yedirdikdən sonra bu özünə gəldi, sonra başladı danışmağa öz ətrafından. Ne bileyim, belə olmuş, belə yerdə tutuldu, ne bileyim, falan yerdə tutuldu. Mənə gətirdi, evdə saxladılar. Sonra mənə alınmadı, dəyişməyə erməni ilə mənə gətirib atdılar, padvalda saxladılar. Özü danışdığını dedi. Sonra qırmızı ayfer rol tapmışdı. Sonra həmə dediyim ki, Mehmet'ində, mıydı, eləncə, həkim dedi ki, gətir əfərə xəstəmədə müalicə eləyək. Bu dedi ki, mən getmirəm. And olsun Allaha. Bu məcbur apardılar. Bu apardılar, and olsun xəstəxanaya, səhər gün tezdən Mehmet'i gətirdilər. Bir o da eləncə, o formada. Yuduq, ağa büktük, bağladık. Qoydu dəmiri, apardı orada qaldı, həmin şeyin yanında, böyründə. Basırdıq, qaldı orada. İndi oy verirlər, vermədilər, oy yalan deyirəm. Gör, mən harada, mən göt divarın arasında, o nə bilərəm o? Adı Mehman idi. Adı Mehman idi. Dedilər ki, yox, məştəqadı, yoxsa, hədə məştəqadan dedilər, eləncə ad, yanında olur. Neyse, onun da sözüm yox. Elə bir biz orada mənim paşdı, elə bir 2 il, 1 il Leyləkanda qaldım. Elə bir bizi oradan 8 nəfər götürdülər, apardılar Leyləkana. Ora hanadır? Leyləkan, Yerevan tərəfdədir. O Türmədi yoxsa? Türmə günü, hədə o da götürüb Çatsıydı, Çats. Elə bir 8 nəfər bizi apardılar ki, dəyişədələ erməni ilə. 8 nəfər verib dəyişilməli idi. O da biz elə oldu ki, apardılar bizi orada, düz, nə qədər, 1 il qaldıq orada. Həmin yerə, o Leyləkanda. Neçə nəfər qaldınız orada? 8 nəfər. 8 nəfər. Sonra biz... Yerevan türməsindən götürüb apardılar. Hə, Yerevan həmin çatlar götürdülər, apardılar Leyləkana. Deməli, 1 il orada saxladılar. 1 il. Orada nələr yaptı? Orada biri var idi, mayor idi. Adını bilmirəm, adı yadından çıxır. Deməli, gəlirdi gecə. Bizi düzürdü sıraya. Tapançanı çıxardı, buradan diriyirdi. Deyir, sizinkilər o vaxtı mənim anamı, dədəmi, sizinkilər öldürüb. Mənim anamı, dədəmi. Hadi ətədim 2 əli var, avtomatla, tapança çıxardım dübündə. Ödə oran böyücə gedəndən sonra eləyirdi onu. O mavini idi, o. Gəlirdi. Böyle gedə işdən çıxanda pramı gəlirdi. Düzürdü üstə, bizi döyürdü. O döyməmiş oradan getmirdi. O qədər döyürdü bizi o, dumukayla. O döyməmiş getmirdi. Ay elən ki orada bizi o qədər, o həmin mayor var idi. Hatta adı bilmirəm, yadından çıxdı o. O bizi o kadar orada dövürdü. O birisi şeylerden bizi dövüyor. Bak, kolumuzu çokun orada yandırırlar. Şeyle basıp yandırırlar hamısını. Şimdi demiri şey kırdırırlardı. Baba burada. Baba buradan da yandırır. Bu yüzden o. Bu yüzden da. Bu kolum diyor. Bu daha. Ama şırama durur. Bu daha. Hamısını. Kolunuzun üzerinde buradaki, bunlar nədir bəs? Bunları yukarıda da, buralarda da var bu. Adana bunlar hamısı onun içindir. Baba bunlar bunu çəkmişdi, bu yandırdılar şeylə, dəmiri qoydular şeylə yandırdılar siminə. Harada yandırdılar? Həmin o Yerevanda, Leyləkanda Yerevanda. Biri vardı orada, adı Bakçın idi, erməni. Bizi o kadar gördü, Təkmək yox, ay düzürdü üstüne, yıxırdı yerə, ağzı üstə. Dubunkıyla. Ay, nətər burada 2 il. Mən özüm gəldim burada 2 ay özümə, 2 aydan çox malıca elədim. Mən özümlə gün yedim. Silə bax üçün, böyrələrimə dayana bilmirdim. Sizliyə girdim ki, bax, heç otura bilmirdim. Özümü 2 ay burada mən malıca elədim. Hökumətdən mən bilirəm, heç gün mənə kömək eləmədi. 8 nəfər həmin o 2 nəfər heç, o 8 nəfər orada bizim şeydən, onlar da o nətər oldu. Onlar istədilər ki, orada həmin olduğumuz saatda aşağı hissəsində aeroportdur, Samolotun aeroportu. Orada da Türkiye ile Yerevan arasında hündür bir dağ var. Hündür. Oradan da Gürcistan'a,
4 neçə kilometr yoldur. Bunlar elə bir həmin bu dəstə demirəm, otururlar deyə, yeməyə gedəndə ayrı otururlardı, ayrı çörək yerlərdi, bizdən oturmuyordu, biz de ayrı usulda və belə hər necə usulda otururdu. Bu 2-3 gündən sonra bunlar məsələ formasını dəyişdilər. Və bizə yanaşmadılar, bizə bir nətə konuşmadılar. Güymə törədə gedib ayrı otururlardı. Bir yıldan sonra avratla bizi orada götürdülər, gətirdilər nədir bu Yerevan. Deməli Yerevan türməsinə həmin yerə gətirəndən sonra bu həmin dedim 8 nəfər adlarını deyir. Biri bir Satranın Erşan var, burada olur. Solak Hüseyin oğludur. Onun biri Bərdədən idi, Heydər idi adı. Birinin adı Elmanı idi. O da Yevlaqdan idi. Bərdədə Yevlaqdan. O birisinin adı Ursami idi. Dəftərim vardı, kağıdın o vaxt hamısını adları yazmışdım, kağıda yoxa çıxdı. Deməli, bunlar öyle oldu ki, elə fikirləşdilər ki, buradan qaçmaq istəsinlər. Burada da qaçmaq üçün qeyri-mümkündür. Hələ qaça biləcək, çatsan da bir xeyla şəhərdir. Orada neçələ çıxarmaq. Hara qaçmaq istəyirdilər? Bunlar qaçmaq istəyirlər ki, bunlar küssünlər oradan ki, çıxsınlar, çatsın aeroporta tərəf. Yerevan aeroport da elə bir, oradan düşürsən, çatsan elə bir aşağı ağaclıqdır. Ağaclıqla geçsən, hatıb xeyla yoldur. O elə buradan baxanda elə bilsən ki, yaxındadır, səviyyəti uzaqdır. Bunlar o şeydir ki, gedib oraya çıxsınlar, oradan samolyota bilsinlər. Bir samolyota orada minib Azərbaycana gətirsinlər. O plan, qaçırmaq planında. Deməli, hər simində Bakın adlı oğlan vardı, Nazor idi. 2 tane simində, hər simində gəlirlər. Həmin bu simində boylarla gəlib söhbət edib gedirdi. Bu 8 nəfərlə. Hər simənə gələndə. Öyle oldu. O birisi simenin deyilib 5 gündən bir dəyişirlərdi. O birisi simenin deyilib bunlarla. Gəldinizsə söhbət elədi. Eləyəndən sonra durdu getdi. Getdi, hava qaralmışdı. Gün batan vaxtı, uygun vaxtıdır. Deməli getdi, uygumuzu yedik. Bizi gətirək, girdik şəhərə, Qazarmaya. Gəldi, girdi, bunlar da girdi. Qazarmada boyu uzundur. Bunlardan arxa hissədə olur, baş tərəfdə, uşaqlar. Həmin 8 nəfər ayrı qrup vardı da bunlar. Deməli bu Nazor gəldi, girdi içəri, getdi bunların yanına. Getdi bunların yanına. Deməli, bu ortada oturdu beləncik. Həmin bu dediyimdə rayonun oğlan, Solak Hüseyin oğlu, bunun başının üstə durub. Bizim xəyalımıza gəlmir, bu öldürəcəklər, bunlar plan qururlar ki, buradan qaçaq. Böyle bir yer oturmuştum. Bu işi bir şeyde yeterdi. Yarım saat çekmedi. Bir onda gördüm ki, nəsə taraf vurdu. Vurmamını belə çörüktü. Tam uşağın çoğudan bir qarabatda uzanıb, hər beçap. Günün sayıda. Orada da tabii gümanın yoktu ki sen buradan satalanmaz, Azərbaycana gedəsən, getməyəsən. Orada da sen her dəqiqəndə ölümün var. Eləsi var ki, Aliyə Yarağa bir görsən ki, adam ölür, aparıb qəbrinizdə başı kəsirlər. Olmuşdu elə vaxtı? Yox, orada bizdə olmuyor, ama da başqa yerdə olub. O eləsi olub. İspanaketdə olub, şeydə olub. Orada da İspanak. İndi hələ o şeydən də danışırdım, İspanaket Şuşa tərəfdən, oradan dəyişənlər də olub. Mən yanıma, bura dəyişəndə onun yanına gəlmişdir. Neyse gəl harada qaldı, fikrim yadına çıxdı. Qaçış planı. Erməni Nazoru bunu. Deməli bu ermənini vuran momentdə bunu başım bıçağına kəsdilər. Başım bıçağına kəsdilər mi? Kəsə günmü ədyal belə ədyaldan verilir. Büktülər ədyalı mı saldılar yerin altına. Kravatın altına. Kravatın altına salan günmü deməli o birisi Nazorda otaqdadır. Bunun xəbəri yoxdur. Deməli Ursam adlı oğlan vardı, Talışdan idi. Bu da qoşulmuşdu bunların dedi. Deməli bu göndərdi ki, git Nazoru çağır. Git çağır, Bakı sən çağırır. Deməli o gəldi, deməli bu gəldi düz. Belə Nazim uzun qaldırdı, qaldırına falan girəsən yenə qazarmıyor. Qapını açdı, içəri girəndə girmədi, qapının ağzında durdu. Durdu, çağırdı.
Takıdı, hayır gördüğünüz kimi ay veren yoktu. Bu aparatı gecədə. Bir gecə saat neçədir? Çöldə də saldat, avtomat əlində karol. Hə. Deməli, bu aparatı dala qayıdanda bunlar tutdular bunu da. Həmin öldürdüyü şey ne? Erməninin. Tabancası bunlardadır. Bunlar rəyuqımı tutmaq istəyəndə bu çıxdı çölə. Çıxan momentdə şunlar söndü. Işıqlar. Oldu qaranlıq. Bunların aparatını çöldə qıybıranı bunlar okrujeni aldılar, saldılar şəhəri. Bunlar saldılar şəhəri, girdilər şəhəri. Şəhəri gedə. Neçə nəfərdirlər o qaçmağa çalışan? 8 nəfər. 8 nəfər. 8 nəfər. Deməli bunun başı, ermənin başını kəsiblər. Təbii bizə girikcə bizi öldürəcəklər. Hamı düzəcəklər duvara. Yoksa qırmızı aypara cəmiyyəti çoxsun diyor. Onlar da bizə çox köməklik elədi. Onlar bizə en qədər. Girikcə bizi öldürəcəklər. Duvara dirib güllüyünü vuracaqlar. Ermənin başını kəsib burada. Azərbaycan şey diyor ki, neyse bunlar akırıcı saldılar içeri giren momentdə yok, içeri girdi, hələ işıqlar yanmıyor, işıq sönüb. İçeri girməklə bunlar onun momentdə silah atıldı. Silah atıldı, tapanca bunlar deyildi. Top, silah açıb tutarlar. Səs edirsiniz, amma bilmirsiniz. Adı bilmiyor, qaranlıqda içərini heç ara görmüyor. Güllə qutarandan sonra harca bir yarım saat çekti belki de. Qəbirlə işıqlar yandı. İşıqlar yandı. İşıqlar yanandan sonra uşağın hamısı eləsə bax qravatın altına girir. Bir şeyin altına girir ora. Bir onda görür ki bu nə daha? Biri vurub beni ora düşür. Biri vurub bizi ora düşür. Biri o şeyin arasına düşür. Hani biri harasına vurmuşlarsa qarnına vurmuş, harasına vurmuşlar. Hələ zar yerdə. Onu ermənilər vurmuşdu, sonra özləri Yox, özləri. Həmin tapancayı. Həmin tapancanı özləri güllələdilər. Onsa onlar da ya məsələsi deyirlər. Bir də o cürüm vermir o yaşa. Ancaq onları ondan da tam günə. Deməli o işin üstündə onları 4 gün patriyat. 4 gün. Nəysə, deməli burandan sonra işıq yandı, ani momentdə yerə baxdım buna da. Elə bir də 20 danadan kan tökülüb, kəsimizdən tökülüb yerə kan. Bir qoyucun vurub atıb ora, biri ora atıb. O şimdi neyse, deməli girdilər içəri girən kimi bizi düzdülər üstüne, qalanımıza. Düzdülər üstüne, əllərimiz duvarda, bir ayağımız göydə. Meyitləri daşıdılar, skora daşıp gəldilər. Meyitləri götürdülər. Bunların içine karşı hamsını meyitləri apardılar. Apardılar, o şimdi bizi oradan gece çıxartdılar 2-ci mərtəbəyə. 2-ci mərtəbədə uzun qaldı orada. Çatdı orada bizi ağzıca düzdülər yerə. Düzdülər yerə. Başladılar bu malı kəndiri yoxdur. Malı kəndiri ilə qollarımızı bağladılar. Ayaqlarımızı bağladı. Bir dənə burnumuzun üstündə. Başladılar dubuka ilə bizi qədər döyücülər vurqapır. Götürürlərdi belə teli, uzun şişirlərdi. Hər o deşiklər başında qalıb. Oralarda deşiklə, uzun şiş tellə. Un tökülürdü başımda. Ayağım belləri basırdı. Ayağım doğru, belə basırdı. Hara çox, dedi ayağım lə. Neyse, onda sözüm yox. Elə bir orada 4 gün bizi həmin o yerdə, bizə bir güvəndən sonra... Deyirlər, siz də bu qaçan qrupun tərkibində olmuşsunuz, yaxud bilmişsiniz, xəbər verməmişsiniz. Yox, bizə o sualı vermədilər. Bize heç o sualdan hiç soruşmadılar ki ne kadar oldu, ne olmadı, o hiç soruşmadılar. Elə bahası eləti baş verdi. Ondan sonra da onların meyitlərini, bizim meyitləri götürdülər. Sonra bizi oradan, həmin Yerevan'dan 4 gündən sonra bizi götürdülər, gətirdilər başqa yerə. Elə bir gətirdilər, Yerevan haraydı bilmirəm, Yerevan'dan harada qırağı idi. Şəhər tərəfisə döydü, yukarısa gətirdilər. Deməli bizi gətirdilər Padvala. Padvala salanda deyildi bizim burada qaranlıq yerdə gözlərimiz körüldü hamını. Deməli bizi saldılar Padvala, qalanlıdır. Padvalda türmə kimi şeydi. Elə bir şeydi, yeraltı kimi Padvalda.
Bir saldılar bura. Saldılar çıktı gitti. Ağzımızı bağladılar. Kaldık. Kaldık orada. Düz sabaha kimi. Bizi o kadar dövülesi halımız da yok da. Hep yaşıyoruz. Neyse. Deməli orada qal səhərsi günü Qırmızı Aypara Cəmiyyəti gəldi. Qırmızı Aypara Cəmiyyəti. O üçün bizi gətirdi, danışdırdılar. Nədir o, nə oldu, sizi nəsə verirlər, deyir, belə də. Mən Urça bilmirdim, uşaqlar içində Urça bilən var da orada. Deyir ki, belə də qaçmaq üstündə o uşaqlar erməni öldürdülər, nə mənəqədə, o acıra belənçi bizi zülmü verdilər. Ondan sonra orada, həmin o padvalda, haradasa bir ay qaldı, bir ay. Həmin o padvalda. O Qırmızı Aypara Cəmiyyəti ta üstümüzdə durdu orada. Bizə şey eləmədilər, döymək olmadı. Ancaq çörək-mörək vermirlər, yəni açığın dedi. Olurdu, suxarı verirlərdi, olmuyordu. Saldat nə yerdi, onunla verdi. Nə yeməklər vardı, nə elə olurdu. Qaviyyətin var, nə büzür qaviyyətlər, onlarda türbəcür qaviyyətinlər var. Onunla verirlərdi, yiyirdi. Və elə ki, orada bizə, məsəl üçün, o işgəncə evlə qarşısında, ondan sonra biz orada bir ay qaldıq. Bir aydan sonra elə bir akşamüstü idi. Akşamüstünü elə bir saat arasında bir 5 ilə 6'nın arasında hər yerdədik. Gəldilər bu Qırmızı Aypara Cəmiyyəti. Yanında da ondan başqa da oranın Perabot çünki bunlar erməni qızıdır. Bunlarla işləyən bu Qırmızı Aypara Cəmiyyəti ilə. Mən də Rusça bilmirəm. O üçün neysə bir danışdıq, xeyla söhbəti danışdıq uşaqlarla bu Rusça dilində. Çıxdı getdi. Neysə dedim nə oldu, nə dedilər, nə demədilər. Dedilər, vallahi dedilər ki, sabahsız dəyişəcək. Hələ onda da heç kimi də gümanlar yox idi ki, o biz Azərbaycana gələk. İmamlıqda qalmamışlar. O diyor ki, bizi burada atacaqlar bir dəriyə, məriyə. Heç hələ şeyimiz yoxdur ki, Azərbaycana gələk. Neyse oradan öyle oldu ki sabahın tezcanı harcadı saat 10 ile 11'in arasında dirençik. Uşun geldiler kapatıldı. Çıktık kapatıldı. Çıktık hemen patlardan çıktık. Deməli bizi oradan pramı yıktılar Ikarus'a. Ikarus idi. Oradan Ikarus'la Qırmızı Aypara Cəmiyyəti yanımızda. Oradan. Düz getirdiler bu aeroporta. Yere bir şeyden. Düz bir şey verdiler Ikarus'un düz şeyin altına. Yani Samarat'ın minik yerleşmeyen şeyine. Oradan hamı bindi maşına, Samarat'a. Ona hele cümamız da yok. Daha hele bir Azerbaycan'a gelir. O hele inanmıyor. O da inanmıyordu. Ki ne bileyim harap bir çatırlıydı, haratırlıydı. Hele o atada da cümamız yok idi. Samarat deniz üstünde fırlanır. Denizin üstünde fırlanan deyir yanında bu ki başlıyor. Denizi tanıyoruz da onu başlıyor deniz. Kader deniz. Deməli, aeroportdan Samarat düşən çatan momentdə orada düşdüyüm mən. Baxdım mən özümdən deyirəm. Mən çatan momentdə torpağı öpdüm, Azərbaycan torpağı, öz torpağım. Yoxsa mən o zülmün qabım, mən nə deyəm? Gəldim gördüm, anam da yox. Dədəm də ölüm. Hiç şeyim yox. Neyse. Sonra oradan bizi, elə ora çatandan sonra Qırmızı Aypara Cəmiyyəti belə sağ olsun orada bizimkilər tərəfdən bizə elə çörək, kalpasaq orada. Kəndən sonra yemək zad verirlər. Sonra oradan bizi götürdülər, avtobusla gətirdilər xəstəxanalara. Orada xəstəxanada bizi şeydən keçirdilər, müayinədən keçirdilər, elədilər. Sonra oradan götürdülər bu Bakının şeyine, Qobustana. Qobustanda getdilər, orada Qobustanda da ancaq bir ay qaldıq. Bir ayda da orada şeyler tanıştırdı bu. Yani KKV'ler, müstəndiklərdən. Onlar da izahat aldı bizdən, nətər oldu, nətər olmadı. O da hamısını aldılar. Xeyla danışdılar, bir məsələ bu birisi gəldi, sabah o birisi gəlirdi.
Burada danışırım şeyden. Ve ondan sonra bir ay orada saklayandan sonra, danışıp tutanandan sonra dediler ki kimin adamı gelse, adamı gelmemiş, elde bırakmıyor. Mesela yatmak isteyenler diyordu ki, kafede yatırdı. Bir de gördü ki, ay Ermeniler diyor. O kadar şey olursa beynimizi şeyine. Bak mesela ödül bir dakika bak. Maçın beyni bak bir dakika başım dumandan. Öyle bizim başım dumanda. Başlıyor gözüm dumanlanmaya. O kadar başımızı dumanlarsa baş kaldı ama bak buramı patladı bak. Bak bu buram var. Bak hani yarı eli vursun. Bırak koba çökeydi. Bak kulağım burası. Bak çapı kalıp burada. Ne bileyim.